Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində obyektdən yanğın baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Həmçinin baş verən yanğın səbəbindən metronun 20 yanvar və Koroğlu stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədi ilə zəruri tədbirlər görülür. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APAya bildirilib ki, paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən obyektlərin birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğın söndürmə qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri operativ tədbirlər görülür.